Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçiyəm. Sertifikasiya imtahanına düşə biləcək belə bir sual izahı ilə qarşınızdayıq. Qeyd olunub ki, hansı şəhərdə 21 mart günü günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna daha yaxındır. Biz kölgə məsələlərində qeyd etmişdik ki, əgərləri günəş şüalarının düşmə bucağı 90 dərəcə bucaq altında olarsa, bu zaman dirəyin kölgəsinin uzunluğu olmayacaq. Yox, əgərləri 60 dərəcə bucaq altında düşəcəksə, bu zaman dirəyin kölgəsinin uzunluğu dirəyin yarısına bərabər olmuş olacaq. 30 dərəcə, daha doğrusu 45 dərəcə bucaq altında düşdükdə isə dirəyin uzunluğu ilə kölgəsinin uzunluğu bərabər olmuş olacaq. 30 dərəcə bucaq altında düşdəndə isə dirəyin uzunluğu kölgənin uzunluğundan kiçik olacaq 2 dəfə. Yəni kölgənin uzunluğu dirəkdən 2 dəfə böyük olacaq. 0 dərəcə bucaqla da düşdükdə ümumiyyətlə kölgə yəni hər yer kölgə olacaq da, belə deyək, qaranlıq olacaq. İndi burada bizə dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna daha yaxın olması üçün 45 dərəcəyə yaxın olmalıdır. Təbii ki, burada Pekin şəhərini götürmüş olacağıq. Çünki biz 21 mart tarixində Günəş ekvator xətti üzərində zenitdədir, 0 dərəcə enlikdə və mən buradan qeyd etsəm, Pekin şəhərinə təqribən elə 45 dərəcə bucaq altında düşmüş olacaq. Pekin şəhəri də 40 dərəcə şimal enliyində yerləşdiyinə görə ora təqribən 50 dərəcə bucaq altında düşəcək. Yəni cavab variantımız elə A variantı olacaq.